Bismillah. 8 may üçün bürclərin ən dəqiq proqnozu və günün pulda ən şanslı və ən gərgin bürcləri. Qoç, enerjiniz yüksəkdir, amma tələskənlik problemlər yarada bilər. Pulda risk etməsəniz vəziyyət sabit qalacaq. Buğa, rahat və uğurlu gündür. Maliyyədə gözlənilməz qazanc və ya sevindirici xəbər ala bilərsiniz. Əkizlər, ünsiyyət və əlaqələrdən fayda görəcəksiniz. Pulda yeni imkanlar var, amma diqqətli seçim edin. Xərçəng, duyğusal gərginlik mümkündür. Maliyyədə xərclər arta bilər. Qənaət rejimi faydalıdır. Şir, şanslı gündür. İşdə uğur və pulda artım ehtimalı yüksəkdir. Özünüzü ön plana çıxarın. Qız, planlı və diqqətli olmaq sizə qazanc gətirəcək. Pulda sabit artım davam edir. Tərəzi, qərarsızlıq sizi geri sala bilər. Pulda risk etməyin, sabit qalmaq daha doğrudur. Əqrəb, gizli fürsətlər açılır. Maliyyədə gözlənilməz qazanc mümkündür. İntuisiyanız güclüdür. Ox atan, enerjili gündür. Yeni ideyalar pul qazandıra bilər. Aktiv olun və fürsətləri qaçırmayın. Oğlaq, sabit və məhsuldar gündür. Pulda yavaş, amma etibarlı artım var. Dolça, gözlənilməz xərclər çıxa bilər. Maliyyədə diqqətli olun. Planlı hərəkət edin. Balıq, qarışıq maliyyə enerjisi var. Həm qazanc, həm də itki ehtimalı mövcuddur. Tələsməyin. Pulda ən şanslı bürclər buğa, şir, əqrəb. Pulda ən gərgin bürclər xərçəng, dolça, balıq.